Sabahınız xeyir. İTV Xəbərin saat 18 buraxılışını təqdim edirik. Studiyada Ayşən Hüseynovadır. Suriya və YPG arasında tarixi razılaşma imzalanıb. Sənədə əsasən ölkədə silahlı qruplaşmalar ləğv edilir. Sərhədlər yenidən müəyyənləşdirilir. Bütün vətəndaşlara siyasi hüquqlar vəd edilir. Hökumət bu razılaşmanın Suriyanı parçalanmaqdan xilas edəcəyinə ümid edir. Suriyanın müvəqqəti prezidenti Əhməd Şara və YPG rəhbəri Mazlum Abdi arasında razılaşma imzalanıb. Bu da sakinlər tərəfindən böyük sevinclə qarşılanıb. İnsanlar Qamışlı, Dəməşq və digər şəhərlərin küçələrinə axın ediblər. Suriya xalqı birdir şüarını eşitmək mümkündür. Mən çox sevinirdim ki, onlar razılaşdı. Qan tökülmədən məsələnin həll olunması bizi sevindirir. Suriya xalqı yorulub. Buna son qoyulmalıdır. Ölkəmizi yenidən qurmalıyıq. Xalqımıza belə bir razılaşma lazım idi. Dünya köçkünlük və müharibədən yorulub. Məmnunuq ki, onlar sənədi imzalayıblar. Bu ölkəmizə sülh gətirəcək. Razılaşma qruplaşmanın yeni hökumət orqanlarına tabe olan təhlükəsizlik qüvvələrinə inteqrasiyasını nəzərdə tutur. Sənədə əsasən ölkənin şimal-şərqində yerləşən sərhəd postları, hava limanı, neft və qaz yataqları da daxil olmaqla konkret obyektlər hökumətin nəzarətinə keçib. Razılaşmanın digər maraqlı məqamlarına gəlincə. Suriye içerisinde, devlet içinde devlet, ordu içinde ordu olmayacak şekliyle bir mutabakat zaptı imzalandığı görülmektedir. Ve en önemlisi Suriye Kürtlerinin Suriye yasalarına göre asli unsur olarak ilk defa kabul edildiği görülmektedir. Bu önümüzdeki dönemde Suriye'de yeni bir anayasa yazım süreci başladığında Suriye Kürtlerinin asli unsur olarak kabul edildiği bu metindeki zapta göre hareket edilerek Türkler ve diğer etnik ve mezhebi yapılanmaların da asli unsur olarak Suriye Anayasası'nda yer alması için bir sıçrama noktası olarak kabul edilmelidir. 8 maddədən ibarət razılaşma 2025-ci ilin sonuna kimi həyata keçirilməlidir. 2024-cü ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni hökumət orqanları mövcud silahlı qruplaşmaları ləğv etməyə və ölkəni birləşdirməyə çalışırlar. Rejim 54 illik hakimiyyəti dövründə dini və etnik qruplar arasında əlaqələri pozub. Beləliklə onlar cəmiyyəti parçalayaraq gücü qoruyub saxlaya bilib. Azlıqlara inandırılıb ki, ancaq rejim onları müdafiə edə bilər. Son 14 ildə isə bu taktikalar həmçinin repressiyalarla dəstəklənib. Buna görə imzalanan sənəddə qeyd olunub ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün Suriyalılar dövlət qurumlarında təmsil olunmaq və siyasi proseslərdə iştirak etmək hüququ ilə təmin edilməlidir. Eyni zamanda Suriya qaçqınların təhlükəsizliyini təmin etməli, onların kənd və şəhərlərə qayıtmasına zəmanət verməlidir.